Dostlar 2 gün əvvəl paylaşdığım bir videoda həmin saytdan artıq ikinci dəfə ödəniş alacağıq. M10 üzərindən görək bu dəfə də bizim ödənişimizi edəcəkmi? Mən əvvəlcə mənim sifarişlərin bölməsinin üzərinə kliklədim və buradan topla bölməsinin üzərinə klikləyərək yuxarı gördüyünüz 3.51 beləcə azenli ödənişi topladım dostlar. 2 gün əvvəl belə desək proyekti başlatmışdım və hal-hazırda bunun gəlirləri hal-hazırda əldə edilir. Gündəlik 1.92 beləcə azen qazanc əldə edirəm. 5 manat sizlərə bu beləcə proyektdən qeydiyyatdan keçən zaman bonus verir. Bütün məlumatları sizlərə ətraflı bir şəkildə verəcəm dostlar. Əvvəlcə buradan çıxarış edək. Buradan məbləğ bölməsi 7.2 təyin edirəm və buradan çıxar bölməsinin üzərinə bir dəfə klikləyirəm və buradakı nöqtə, yəni tam məbləğ yazırıq 7, 6, 5 və yaxud da yəni minimum çıxarış 5-də ona görə minimal şəkildə 5 azen çıxarış etmək mümkündür. İndi çıxar bölməsinin üzərinə klikləyirəm və 16%lik bir beləcə komissiya tutulacaq və bizim balansımıza 5.88 manat gələcəyi bildirilir. Bəli bölməsinin üzərinə kliklədim və çıxarış uğurla başa çatdı bölməsi gəldi və balansımız artıq beləcə ödəniş balansımızdan çıxdı. Burada da qeyd edildiyi kimi aşağı bölmədən oxuya bilərsiniz. 1 və 3 saat ərzində gələ bilər. Ən gec saat isə 24 saatdan çox olmayacaq deyir. Hər hansısa bir sonrasında da müştəri xidmətləri vasitəsilə birbaşa olaraq əlaqə saxlaya bilərsiniz dostlar. İndi keçəcək dostlar bu proyekt barəsində daha ətraflı məlumat verməyə dostlar. Gördüyünüz kimi məhsullar bölməsi var. Qeyd etmiş qeydiyyatdan keçən zaman sizlərə 5 manatlıq bir bonus verilir ki, hansı ki bu bonusu çıxarış edə bilərsiniz. Amma çıxarış etməzdən əvvəl, ümumiyyətlə bütün çıxarışları etməzdən əvvəl siz burada Silver 1 paketini və yaxud da hər hansısa bir paketi aktiv etməlisiniz və minimal şəkildə yatırımda 15 azendi. Siz 10 azendi yatırım edib 5 manatlıq belə desək bonusdan istifadə edə bilərsiniz. Bu paketi almaq üçün ümumilikdə 15 manat alacaq sizin balansınız və indi investisiya et bölməsi üzərinə klikləyərək müddəti 60 gün olan, gündəlik isə 1.86 azen ödəniş edən bir paketdir dostlar. Silver 2 paketi var, hansı ki müddəti 90 gündür, 40 azen yatırım edib gündəlik 5.75 manat qazanc əldə etmək mümkündür. Qeyd edim ki dostlar, videoda qəti sürətli yatırım tövsiyəsi vermirəm. Yatırım etmək istəyən dostlarımız öz riskləri daxilində öz araşdırmalarını edərək yatırım edə bilərlər. Mən öz yatırım etdiyim proyekti sizlərə göstərirəm dostlar. Bura dediyim kimi yatırım etmək istəyən dostlarımız müəyyən risk daxilində yatırım edir. Nəyə görə? Çünki burada əsas məsələ proyektin nə qədər müddət bizlərə ödəniş edəcəyi dostlar. Bu bir gündə ola bilər, heç ödəniş etməyə də bilər. Yəni ödənişimiz gəlməyə də bilər hal-hazırda. Ümumiyyətlə 1 ildə ödəniş edə bilər, 6 ayda ödəniş edə bilər. Bunu heç kim bilmədiyinə görə müəyyən bir risk var. Buna görə də yatırım etmək istəyən dostlarımız öz riskləri daxilində öz araşdırmalarını edərək yatırım edə bilərlər. Buna görə də dostlar, mən bölməsinin üzərinə klikləyib, buradan balansı artır bölməsinin üzərinə klikləyərək 15 azen minimal şəkildə yatırımda 15 azen daxil edib, indi artır bölməsinin üzərinə bir dəfə klikləyirsiniz dostlar və sizin qarşınıza kapital bir bank kartı çıxır. Hansı ki bu karta ödəniş etdikdən sonra qəbzi yükləyirsiniz və ödəniş tamamladım bölməsinin üzərinə klikləməyiniz kifayət edir ki, sizin balansınıza da 1-30 dəqiqə ərzində ödəniş gəlmiş olacaq dostlar. Yəni bu cür qazanc əldə etmək mümkündür. Paketlərə də özünüz baxa bilərsiniz. Burada 100 manatlıq bir paket var. Hansı ki 15 manat gündəlik qazanc verir. Əlbəttə ki bu paketlər yüksək səviyyəli paketlərdir. Yəni riski ehtimal daha yüksək olur. Öz riskinizi hesablayıb yəni öz riskiniz daxilində yatırım edə bilərsiniz. Eyni zamanda paylaş bölməsindən də buradan da sizlərə verilən bu link kopyalayıb hər hansısa bir şəxs göndərə bilərsiniz. Həmin şəxsin isə qeydiyyatdan keçib yatırım etdiyi təqdirdə müəyyən faizlərlə qazanc əldə edirsiniz və həmin qazancı yatırımsız bir şəkildə çıxarış edə bilərsiniz. İndi dostlar sizlərə ödənişin gəldiyini göstərim. Saytda yenilənmə olduğundan ödəniş biraz gec gəldi. Səbəb də ki M10 belə desək çıxarış üzərindən olan hesablarda M10'u yerinə Leobank, Kapital Bank və Avaybank üzərindən ödəniş almaq idi və gördüyünüz kimi bizim ödənişimiz artıq bizim balansımıza gəldi. Sayt həqiqətən də ödəmədir. Kanalımıza abunə olub bildirimləri açmağı və videoları like etməyi unutmayın. İndən hər birinizə çox təşəkkür edirəm. Sağ olun, salamat qalın.